Prezident İlham Əliyev cənablarının prioritet istiqamətlərindən biri də hökumətin məmurların fəaliyyətlərinin maksimum şəffaflaşdırılması, vətəndaş məmnuniyyətinin yüksəldilməsidir. Bu xüsusda son illər müvafiq icra hakimiyyəti subyektlərinin struktur və kadr heyətində mühüm dəyişikliklər aparılıb. Qanunvericiliyə ciddi dəyişikliklər edilib. Hökumətin apardığı islahata əvvən hələ də bəzi qurumlarda, əsasən də bələdiyyə sistemində neqativ hallar qalmaqdadır. Analog az xəbər verir ki, ciddi qanun pozuntusu olan qurumlardan biri də Biləsuvar rayonunun Aşağı Cürəli bələdiyyəsidir. Aşağı Cürəli bələdiyyəsinə 2015-2021-ci illər ərzində sədr işləyən Seyidov Ruslan Sərxoşoğlunun qanun pozuntusuna yol verdiyi deyilir. Onun əhalinin istifadəsində olan ümumi torpaq sahəsini şəxsi mənfəəti üçün satıb. Sədr işlədiyi müddətdə Ruslan Seyidov Biləsuvar rayon Aşağı Cürəli kəndində örüş torpaqlarını müxtəlif insanlara satıb. Sonradan məlum olub ki, həmən torpaqlar örüş torpaqlarıdır. Bişmiş bələdiyyə sədrinin xeyli sayda vətəndaşı aldatdığı bildirilir. Qeyd edək ki, dövlət başçısının sərəncamına əsasən ümumi istifadədə olan torpaqlar heç bir halda satıla bilməz. Ruslan Seyidov bələdiyyə sədri işlədiyi dövrdə bütün sənədləri aradan çıxararaq bütün qanunsuzluqları gizləməyə çalışıb. Güya həmən sənədlər bələdiyyədən oğurlanıb. Əslində, hüquq mühafizə orqanlarının ilkin araşdırmalarında sübut olunub ki, keçmiş bələdiyyə sədri qeyri-qanuni yollarla örüş torpaqlarını satıb. Digər bir məlumatda bildirilir ki, Ruslan Seyidov sədr olduğu zaman bələdiyyədə ailə kvadratı yaradılmış, daha bir qanunsuzluq örüş sahəsində ərazisi 440 kvadrat olan ferma inşa edilib. Həmən ərazini də Seyidov sahibkar Hüseynov Bəhruz Ələddin oğluna satmışdır. Müqavilədə 15 il müddətində icarəyə verilib. Şikayət bir qrup kənd sakinləri tərəfindən daxil olub. Analog Az Global Aza istinadən xəbər verir ki, qarşı tərəfin mövqeyini dərc etməyə hazırdır.